1990-cı illərin əvvəlləri ölkəmiz üçün dövlətçilik baxımından sınaq illəri idi. Sovet imperiyasının dağılması, Ermənistanın hərbi müdaxiləsi və daxili siyasi çəkişmələr ölkəmizdə əsl xaos yaratmışdı. Hakimiyyət və onların nümayəndələri ali kürsünün ciddiyyətini başa düşmür, ölkə üçün əhəmiyyətli məsələlərə dırnaqarası yanaşırdılar. Birinci Qarabağ müharibəsinin odluğa günlərində strateji resurslarımızın, o cümlədən yanacağın düşmən tərəfə satılması üzrə faktlar təkcə bir qrup şəxsin tamahkarlığının və mənəviyyatsızlığının təzahürü deyil, həm də dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsinin acı göstəricisi idi. Vətəndaşlar qeyd edirdilər ki, Azərbaycan nefti Marneuli şəhərinə aparılaraq Ermənistan tərəfə satılıb. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət quruculuğunda yeni mərhələ başladı. İlk və ən vacib vəzifə ölkə daxilində xaosu dayandırmaq və qanunun aliliyini və mərkəzi hökumətin nüfuzunu bərpa etmək idi. Daha ətraflı Azərbaycan televiziyasının aztıl video materialında bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan edilsə də, bəzi insanlar hələ də qadağanın nəzərdə tutulduğu məkanları tam olaraq bilmirlər. Paytaxtda aparılan sorğu zamanı bəlli olur ki, qanundan xəbəri olanlar da var, olmayanlar da. Belə ki, şəhərin bir çox ərazilərində siqaret kötüklərinin atılması üçün tullantı qabları quraşdırılır. Lakin bəzi insanlar heç siqareti söndürmədən bu qablara atırlar ki, bu da yanğın baxımından ciddi təhlükə yaradır. Qanunla təhsil və tərbiyə, tibb müəssisələrində, habelə onların ərazilərində idman oyunlarının keçirildiyi binalar və ərazilərdə kafe və restoranlar daxil olmaqla ictimai yaşayış, ticarət və məişət obyektlərində siqaret çəkmək qadağandır. Bu ərazilərdə siqaret çəkməyə görə 30 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar məcəlləsində qeyd olunur ki, küçədə siqaret kötüyünü yerə atmağa görə 300 manat cərimə nəzərdə tutulur. Daha ətraflı Azad Azərbaycan ATV video materialında Qaradağ rayon icra hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilir. Oxu, Az Qafqaz Info-ya istinadən xəbər verir ki, əmlak məsələləri dövlət xidmətinin dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsini nəzarət şöbəsinin rəis müavini işləyən Zülfüqar Hüseyn Balaoğlu Mansurov barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilir. O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur. Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən keçirilir. Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi Temar Qafar Abdullayev də həbs edilir. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur. Gələn ildən etibarən Azərbaycan vətəndaşları şəxsi məlumatlarının istifadəsinə daha şəffaf və nəzarətli şəkildə baxa biləcəklər. Rəqəmsal islahatların yeni mərhələsi çərçivəsində vətəndaşlar MİGOV platforması üzərindən onların məlumatlarını kimin, nə zaman və hansı məqsədlə daxil olduğunu izləyə, həmçinin bu prosesə razılıq verə və ya qadağa qoya biləcəklər. Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin REA sədr müavini Şahin Əliyev kritik infrastrukturun müdafiə yarışı 2025 tədbiri çərçivəsində keçirilən konfransda məlumat verildi. Bəs yeniliklər vətəndaşa nə verəcək? Oxu, Az Kaspik qəzetinin bu mövzuda məqaləsini təqdim edir.